Allah sana bereket versin. Все? Громко. Bismillah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. İlk növbədə değerli kardeşler, hoş gəlmisiniz Mədinə şəhərinə. Elhamdülillah, Allah müvəffəq edib. Və Allah'tan istəyirəm ki, Allah subhanahu wa ta'ala məqbul ibadətlər nəsib etsin. Və danışmamışdan əvvəl sələflərimizin değerli kəlməsi var, onu xatırlatmaq istərdim. Abdullah ibn Mübarək rahimehullah məclisdə olarkən Abdullah ibn Mübarəkə sual verirlər. Həmin olduğu məclisdə də Sufyan ibn Uyeyna rahimehullah sələflərin böyük imamlarındandır bu şəxsiyyət. Sual verirlər, Abdullah ibn Mübarək rahimehullah söyləyir ki, o məclisdə ki, böyüklər var, orada bizim danışmamız qadağan olunur. Yəni, məclisdə böyük varsa. Yəni, həm də bizim məclisimizdə də ağsaqqalımız var, böyüklərimiz var. Lakin onlar özləri icazə verdilər, icazə aldıq, əlhəmdülillah. Və beləcə istərdik ki, nəsihət istənilir və istərdik ki, Allahın kəlamı xatırladaq. Barakallahu fikum. Allah sizdən razı olsun. Değerli kardeşlerim, elhamdülillah artık Ramazan ayı bitmiştir. Ramazan ayı bitmiştir. Biz hal-hazırda Şevval ayındayıq. Hansı ki günler var idi ki, biz deyirdik ki, bir həftə qalır, 10 gün qaldı Ramazana. Elhamdülillah az qaldı. Gün sayırdı, statuslarda günler paylaşılırdı. Hamı sevinirdi. Bir fikirləşəyin, sanki dünənlərin paylaşmışıq. Kısa bir zaman içində Ramazan da gəldi, Ramazan da getdi. Bu aydan kim qazandı, qazandı. Kim bu aydan qazandı, qazandı. Artıq Ramazan ayı çıxıb. Və çox böyük bir əzəmətli ay, böyük bir əcri olan əməllər, hansı ki bu ayda olunub, onlar da getdi. Hansı ki sırf Ramazanda edirdik. Misal Qədir gecəsi. Yəni arzu edirdik Rəbbimizdən ki, Allah Subhanahu bize o gecəyi yetiştirsin. Gecələrimizi oyaq keçirirdik, zikirlə keçirirdik. Dua edirdik ki, ya Rabbi Qədir gecəsinə yetişək. O getdi o gecə. Və nə qədər qardaşlarımız oldu ki, qardaşlar, keçən Ramazan bizimlə bərabər idi. Bu Ramazan artıq biz onları öz safımızda, təravih namazlarımızda görmədik. Nə qədər müsəlman qardaş bacılarımız oldu. Allah Subhanahu bizə nəsib etdi. Biz yenə bu Ramazanda saflarda olduq. Ancaq kimlər necə oldu? Məsələ odur. Bu safda, bu Ramazanda sən Ramazanı haqqı ilə keçirdin, yoxsa yox? Yəni hər kəs öz nəfsini bilir. Artıq hər kəs qayıtmalıdır öz nəfsinə. Baxın, fikir verilən nə qədər adamlar oldu ki, Ramazan qutardı, adam hələ namaza başlamadı. Ramazan bitti, 30 gün getdi, adamın bu qədər oruç tutanları gördü, namaz qılanları, təravih gedənləri yenə oruca başlamadı. Yenə oruç tutmadı. Yəni hansı ki şeytanların zəncirləndiyi bir ayda. Yəni ona o təsir eləmədi. Allah qorusun. Ancaq qardaşlar, bilmək lazımdır ki, Ramazan getdi, ancaq ömür var, möhlət diyarındasan. Yəni o demək deyil, Ramazan bitdi, sənin əməlin artıq dayandı. Hə, qardaş, keçə bilər, rahat ol. Artıq sənin əməlin dayandı. Elə şey yox. Allah sənə yenə möhlət verir. Yenə nəfəs alırsansa, elhamdülillah, giz deyil. Rəbbin sənə möhlət verir, tövbə elə günah. Nə qədər ki, möhlət diyarındasan. Yaxşı olar ki, Şeyx Abbad, Abdülmuhsin Əl-Abbad, Hafizahullahın Əhl-i Sünnənin böyük alimlərindəndir. Allah onun ömrünə bərəkət versin, Allah onu qorusun şeyximizi.
Onun sözünü xatırladım. Şeyx Abbad gözəl bir kəlmə deyir. Söyləyir ki, şeyx halal olan yeməkdir, içməkdir, hansı ki Allah halal edib və bəzi şeylər var, Allah halal edib. Onlarla haramları Allah Subhanahu Ramazan günlərində haram elədi. Hansı ki halaldır. Amma Ramazanda Allah onları haram elədi, çəkindirdi yəni ki, oruclu olduğun halda su içməyəcəksən. Amma hökm nədir? Halaldır su içmək. Yəni yemək yeməyəcəksən, ancaq halaldır. Həmçinin də haramlar da haram oldu. Hər ikisi Ramazanda. Şeyx buyurur ki, Ramazan bitdi. Ancaq haramlardan çəkinmək bitmədi. Ta ölüm sənə gələnə kimi sən haramlardan çəkinəcəksən. Ramazan bitdi, o demək deyil ki, bütün ibadətlər, hər gün Quran oxumaq, gecə namazları. Necə ki, Ramazan sənin üçün təlimdir. Təlim idi. Səni alışdırdı Quran oxumağa, hər gün Quran oxumağa, hər gün Musafa açmağa səni alışdırdı. Hər gün gecə namazları qılmağa, təravih gecə namazı, qiyam-ı leylləri qalxmağa, qılmağa səni alışdırdı. Sübh namazının vaxtından tez durmağa, sahura dururdu, səni alışdırdı. Bunlar hamısı səndə bir, belə deyək, məşq idi. Ki, artıq Ramazan bitdi, sən ən azı o halın üzərində davam edəcəksən. Və bu da o əməlin qəbul olmasının göstəricisi. Lakin o şəxslər ki, artıq Ramazan onun üçün gəldi və getdi, yəni bu aydan heç bir payı olmadı, Allah qorusun, Allah onu da bizləri də bağışlasın. Necə ki, İbn Rəcəb Rahimullah buyurur ki, ey asi olan kəs, Allahın rəhmətindən ümidini üzmə. Allahın rəhmətindən ümidini üzmə, Allahdan bağışlanma istə. Və bilməlidir ki, tövbə qapısı ölüm qarqara anına kimi, can boğaza yetişənə kimi açıqdır. Artıq həmin anda